Füzuliyin deməli mütaliə eləyəndə elə bil ki, Füzuli zərrə öz qəzəliyyatı ilə, şeiriyyatı ilə mənim elə bil ki, cismimə hopurdu. Qəzəl yazmaya bilməzdim. Artıq mən onun əsrinə çevrilmişdim Füzulinin. O qədər mən vurulmuşdum onun qəzəliyyatına. Mən ilk dəfə qəzəllərimi Azərbaycan jurnalına apardım. O jurnalın baş redaktoru eşidəndə ki, qəzəl yazıram, dedi ki, indi mən bir söz demirəm, qəzəl, hələ oxumamışdım mənim qəzəllərimi. Qəzəl yazın, mən bir söz demirəm, amma ki, indi qəzəl yazanlar heç biri dönüb Füzuli olmayacaq. Ya Füzulişünas olurlar, qəzəl yazanlar, ya da ki, Füzuli zirvəsinə hələ çatan olmayıb bu vaxta qədər. Amma oxuyaram sizin qəzəllərinizi. Üstündən bir həftə keçdi, mənə zəng gəldi. Gördüm, İntiqam mənim zəng eləyib. Mahçama xanım, mən sizin qəzəllərinizi oxumuşam. Bəs buyurun, gəlin redaksiyaya. İntiqam Qasımzadə, Böyüqa Qasımzadənin oğlu, o bizim gözəl şairimiz olub, həm də uzun illər Azərbaycan jurnalının redaktoru olub. Füzulinin deməli, Həfticəm əsərinin tərcüməsi ilə, düz bir il işləməyib bu adam oturub evdə, onun tərcüməsi ilə məşğul olub. Mən o əsəri dönə-dönə o tərcüməni oxumuşam. Həzəc bəhrində yazılıb o 6-cı növüdür də, səhv elə bilmir, məf'ulu, məfailu, məfailu, failun, belə bir. Elə gözəl tərcümə eləyib o. 2 misra əlavə olunub ona sonradan. Bir başqa kitabda nəşr olunub o. O əlavələrin ikisində də sınıq tutmuşam. Təsəvvür edirsiniz. İndi sözü qoyub keçdim. Gəldim mən deməli redaksiyaya. Birinci dəfə İntiqam mənim başını qaldırıb belə ötəri baxmışdı. Sadəcə elə belə danışdı. Məni görən kimi ayağa durdu. Buyurun Mahçama xanım, keçin əyləşin. Artıq o mənim qəzəllərimi oxumuşdu. Və ola bilər ki, xoş təsir bağışladığına görə, bəyəndiyinə görə artıq münasibət dəyişmişdi. Dedi ki, Mahçama xanım, mən sizin qəzəllərinizi oxudum. Sözün açığı bəyənmişəm. Və biz belə nəticə gəldik ki, Azərbaycan jurnalında sizə bir yer ayıraq və mütəmadi olaraq sizin qəzəlləriniz orada dərc olunsun.